Qoç bürcü 24 iyun 2025-ci il. İdeyalarınızı bölüşməkdən çəkinməyin. Böyük ehtimalla ətrafınızdakılara bugün məhz sizin fikirləriniz çatışmır. Planlarınızın cəsarəti və orijinallığı yüksək qiymətləndiriləcək. Müttəfiqlər tapmaq çətin olmayacaq. Həmçinin bugün yeni biliklər əldə etmək üçün də münasibdir. Birincisi, məlumatları asanlıqla mənimsəyəcəksiniz. İkincisi, bu biliklər tezliklə sizə lazım olacaq. İmtahanlara hazırlaşanlar, ixtisasını artıranlar və elmi tədbirlərdə iştirak edən qoçlar üçün uğurlu gündür. Qeyri-adi mövzuları anlamaq, çətin tapşırıqları həll etmək sizin üçün asan gələcək. Ezamiyyətlər uğurlu keçəcək. Nə yolda problem yaşanacaq, nə də nəticələr sizi məyus edəcək. Lakin axşama evə qayıtmağa çalışın. Çünki bu saatlar yaxınlarla ünsiyyət, səmimi söhbətlər və xoş ailə məşğuliyyətləri üçün xüsusilə uğurlu olacaq. Boğa bürcü 24 iyun 2025-ci il. Xırda şeylərə görə narahat olmayın. Bugün müəyyən çətinliklər mümkündür. Lakin həqiqətən vacib məsələlərdə mütləq uğur qazanacaqsınız. Bəzi boğalar yalnız iş tapşırıqlarını uğurla həll etməyəcək, həm də yaxınlarına kömək edəcəklər. Maliyyə baxımından da gün uğurlu olacaq. Sizə mükafat verilən və ya daha yüksək maaşlı vəzifə təklif oluna bilər. Bugün ünsiyyət üçün uyğundur. Hətta ən ciddi məsələləri qeyri-rəsmi şəraitdə müzakirə etmək tövsiyə olunur. Bu, söhbət etdiyiniz şəxsləri sizə yaxınlaşdıracaq və qarşılıqlı etimad atmosferi yaradacaq. Planlar barədə danışmaq faydalı olacaq. İstər iş, istər ailə, istərsə də şəxsi planlar haqqında. Gələcək barədə düşünmək üçün də yaxşı zamandır. Əkizlər bürcü 24 iyun 2025-ci il. Yeni tanışlarla ehtiyatlı olun. Həmçinin köhnə tanışlara da kör-körənə güvənməyin. Kimsə sizi bilərəkdən və ya yaxşı niyyətlə olsa belə çaşdırmağa çalışa bilər. Bu səbəbdən bugün sizə deyilən hər şeyi yoxlamaq zərər etməz. Qalan məsələlərdə gün pis keçməyəcək. Əhəmiyyətli işləri günün birinci yarısına planlaşdırın. Bu zaman diqqətinizi toplamaq, xırdalıqlara alidə olmamaq və əsasən olanı seçmək daha asan olacaq. Günün ikinci yarısında isə siz qeyri-adi tapşırıqlarla qarşılaşacaq. Onlarla uğurla mübarizə aparacaqsınız. Bu prosesdə bir çox faydalı şeylər öyrənəcəksiniz. Əksər əkizlərə təcrübəli müttəfiqlərin və yaşlı qohumların məsləhətləri kömək edəcək. Xərçəng bürcü 24 iyun 2025-ci il. Səhər heç də xoş görünməyə bilər, amma emosiyalara qapılmamağa çalışın. Düşünülməmiş sözlər və hərəkətlər bəlkə də sizə müvəqqəti rahatlıq gətirəcək, amma ümumi atmosferi daha da gərginləşdirəcək. Əgər ehtiyatlı və səbirli olsanız, ətrafınızdakilərlə konfliktlərdən və digər gərgin anlardan qaça biləcəksiniz. Əlbəttə, ən vacib işlərə başlamaq, məsuliyyətli qərarlar qəbul etmək üçün də ən uğurlu vaxt deyil. Bütün bunları bir qədər təxirə salmaq daha yaxşı olar. Günün ikinci yarısı daxili tarazlığınızı bərpa edə, emosiyalarınıza nəzarət etməyi bacaracaqsınız. Sizə qarşı xoş niyyətli olan təcrübəli şəxslərin, məsələn, yaşlı qohumların və köhnə dostların məsləhətləri kömək edəcək. Vaxtilə yarım qoyduğunuz işləri tamamlaya biləcəksiniz. Bu işlərdə sizə sevdiyiniz insan da kömək edə bilər. Onun kömək istəməyə çəkinməyin. Şir bürcü 24 iyun 2025-ci il. Köhnə problemlər özünü yenidən xatırlada bilər. Amma xoş xəbər budur ki, onları həll etmək gözlədiyinizdən daha asan olacaq. Bir çox şir bu gün xüsusilə fəal və özünə inamlı olacaq. Buna görə də qeyri-adi tapşırıqların öhdəsindən gələcək, özünü ən yaxşı tərəfdən göstərəcək. Sponsorlarla əlaqələr qurmaq, maliyyə dəstəyi almaq üçün əlverişli gündür. Ciddi işləri axşam saatlarına salmayın. Bu vaxt əsas məsələyə diqqət toplamaq, xırdalıqlardan yayınmamaq çətin olacaq. Yaxınlarla kiçik narazılıqlar mümkündür. Lakin əgər siz özünüz vəziyyəti gərginləşdirməsəniz, mübahisələr ciddi qarşıdurmalara çevrilməyəcək. İctimai tədbirlərə getməyi təxirə salmaq daha yaxşıdır. Sakit istirahət isə yerinə düşəcək. Qız bürcü 24 iyun 2025-ci il. Nəyi bacardığınızı göstərin. Başqalarının öhdəsindən gələ bilmədiyi işləri görün. Siz güc və enerji ilə dolusunuz. Ən mürəkkəb situasiyalarda çıxış yolu tapacaq, çox dolaşıq məsələləri tezliklə həll edəcəksiniz. Bir çox qızlar bugün bir qədər kobud və düz danışan ola bilər. Bu isə bəzilərinin xoşuna gəlməyə bilər. Ancaq buna baxmayaraq, siz bütün məsələlər üçün razılığa gələcək və iki mənalılıqdan qaça biləcəksiniz. Günün ikinci yarısı insanlarla səmimi söhbətlər üçün son dərəcə əlverişli olacaq. Siz sizin üçün həssas olan mövzuları müzakirə edəcək, qarşılıqlı anlaşmaya nail olacaq və bir-birinizə vaxtında dəstək verə biləcəksiniz. Tərəzi bürcü 24 iyun 2025-ci il. Yeni imkanlar axtarırsınızsa, bugün onları tapmaq şansınız böyükdür. Uğur sizi ən gözlənməz məqamlarda müşahidə edə bilər. İntuisiyanızın səsini dinləyin. O sizi heç vaxt aldatmayacaq. Çoxdandır sizə maraqlı gələn işlərə başlamaq üçün yaxşı gündür. Çox şeyin öhdəsindən tək başına gələcəksiniz. Çətinliklər sizi qorxutmayacaq. Ətrafınızdakılar sizə kömək etməyə çalışacaqlar. Bəzi tərəzilər üçün bu sürpriz olacaq. Yeni tanışlıqlar və maraqlı görüşlər mümkündür. İctimai tədbirlər və insanlarla ünsiyyət üçün uyğun gündür. Axşam saatları romantik görüşlər, şəxsi münasibətlərin inkişafı üçün əlverişli olacaq.
Əqrəb bürcü 24 iyun 2025-ci il. Ətrafınızdakı insanlar bugün bir qədər qəribə davranacaqlar. Bu isə sizi çaşdıra bilər. Amma emosiyalarınızı nəzarətdə saxlamağı bacarsanız vəziyyətin öhdəsindən gələcəksiniz. İş yerində münaqişələr mümkündür. Xüsusilə də siz başqalarının səhvlərinə qarşı çox tələbkar olsanız. Əgər bunu bir qədər yumşatsanız, əməkdaşlıq daha səmərəli olar. Əgər vacib və ciddi işlər gözləyirsə, onları günün əvvəlində yerinə yetirin. Günün ikinci yarısında diqqətinizi toplamaq çətin olacaq. Bu saatları sənədlərin düzəldilməsinə, gündəlik işlərə və ya istirahətə sərf etmək məsləhətdir. Sevdiklərinizlə ünsiyyət sizə müsbət enerji verəcək. Atam bürcü 24 iyun 2025-ci il. Əgər planlarınızı dəyişməyə hazırsınızsa, gün uğurlu gedəcək. Hadisələr gözlədiyinizdən fərqli şəkildə inkişaf edə bilər. Lakin çevik davranış, düzgün qərarlar vəziyyəti xeyrinizə dəyişəcək. İrəliləmək üçün yaxşı imkanlar yaranacaq. Bir çox oxudanlar gəlirlərini artıracaq və ya karyera yüksəlişi üçün fürsət əldə edəcəklər. Günün ikinci yarısı emosional fon dəyişə bilər. Siz bir qədər həssas və narahat olacaqsınız. Bu zaman sevdiyiniz işlərlə məşğul olmaq, əzizlərinizlə ünsiyyət, sakit istirahət daha münasibdir. Vacib qərarları sabaha saxlamaq daha məqsədə uyğundur. Oğlaq bürcü 24 iyun 2025-ci il. Bugün siz çox çalışqan olacaqsınız. Bütün vacib işləri vaxtında yerinə yetirmək üçün yaxşı motivasiyanız və enerjiniz olacaq. Ətrafınızdakılar sizin nə qədər məsuliyyətli olduğunuzu görəcək və sizə daha çox etibar edəcəklər. Bu, həm də rəhbərlik və iş ortaqları ilə münasibətləri möhkəmləndirmək üçün əla gündür. Axşam saatlarında isə bir qədər yorğun hiss edə bilərsiniz. Bu zaman istirahət, fiziki və emosional gücünüzü bərpa etmək tövsiyə olunur. Yaxın insanlarla birlikdə vaxt keçirmək, maraqlı film izləmək və ya kitab oxumaq sizə daha yaxşı təsir edəcək. Dolça bürcü 24 iyun 2025-ci il. İşgüzar baxımdan çox məhsuldar gündür. Yarımçıq qalmış layihələri tamamlamaq, köhnə problemləri həll etmək üçün əlverişli zamandır. Yeni ideyalar yaranacaq. Siz onları dərhal həyata keçirməyə başlaya bilərsiniz. Yaradıcılıq tələb edən sahələrdə işləyən dolçalar xüsusilə uğurlu olacaq. Şəxsi münasibətlərdə də uğurlar mümkündür. Səmimi söhbətlər, qarşılıqlı anlaşma, birgə planlar sizi daha da yaxınlaşdıracaq. Emosiyalarınızı ifadə etməkdən çəkinməyin. Bu münasibətlərinizi gücləndirəcək. Balıqlar bürcü 24 iyun 2025-ci il. Səhər saatlarında bir qədər gərginlik mümkündür. İşlər dərhal planlaşdırdığınız kimi getməyə bilər. Amma siz çətin vəziyyətlərdə belə yol tapmağı bacaracaqsınız. Əsas odur ki, tələsməyin. Xırda uğursuzluqlara görə narahat olmayın. İntuisiya sizi düzgün yola yönləndirəcək. Günün ikinci yarısı daha sakit və harmonik keçəcək. Yaxınlarınızla münasibətlərdə istilik və anlayış üstünlük təşkil edəcək. Yeni ideyalar yaranacaq. Bu ideyalar gələcək planlarınız üçün möhkəm əsas olacaq. Günün sonunda dincəlmək və enerjinizi bərpa etmək üçün vaxt ayırın.